deyir, yarım çıxdı. Ola bilər tamamlayam, ola bilər tamamlaya bilməyəm, amma bu sabah yadıma 90-cı illərin, keçən əsrin 90-cı illərində Bakı şairlərinin toplandığı, üzvü olduğu Məcmuə Şüərada rəhmətlik Rüstəm Samitin klassik meyxana niyyətinə açdığı bir qafiyədir. Bu müxəmməsin son misrası. Bu yarımçıq müxəmməsin. Dəhridə məndən sonra ahım qalıb. Dəhridə məndən sonra ahım qalıb, çoxlu savab, çoxlu günahım qalıb. Bir üzü gül, çeşmi siyahım qalıb. Sevgili dildarı kimə tapşırım? Mən gedirəm, yarı kimə tapşırım? Görmədi irfanımı hər boş baxan, görmədi irfanımı hər boş baxan, aşikar aləmlərə çaş-baş baxan. Həzrəti İsa kimi sərxoş baxan, gözləri xummar kimə tapşırım? Mən gedirəm, yar kimə tapşırım? Harda mənim tək dili divanə var? Harda belə talibi peymanə var? Harda bu könlüm kimi viranə var? Mən bu qədər varı kimə tapşırım? Mən gedirəm, yarı kimə tapşırım? Hicri bəlasıyla mənəm dad edən, hicri bəlasıyla mənəm dad edən, qəlbini zar aləmi dilşad edən, sübhü məsa ney kimi fəryad edən, sazı kimə, tarı kimə tapşırım? Mən gedirəm, yarı kimə tapşırım? Dərgah-ı Mövlaya müdam əl açan, salim ikən yarı görüb dil açan, sərv ucalan, bülbül ötən, gül açan, bir belə gülzarı kimə tapşırım? Mən gedirəm, yarı kimə tapşırım?